Tramp Paşinyanı saymadı. İplər yenə Putinin əlində. Lavrovla göndərilən qulaq burması. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri uzun müddət pozaraq ümid eləyirdi ki, nəticədə Avropa İttifaqı ilə daha sıx əlaqələr üçün müsbət siqnallar alacaq. Amma hadisələrin gedişatı göstərdi ki, Ermənistan Avropa İttifaqını ümumiyyətlə maraqlandırmır, bu regionda Qərbin elə də ciddi təsiri yoxdur. Üstəlik, Gürcüstan məsələsi həll olana qədər onlar İrəvana müraciət etməyi ciddi hesab eləmirlər. Bununla belə Paşinyan siyasəti ilə özünü geosiyasi tələyə saldığını artıq dərk eləyib. Çünki Amerika Birləşmiş Ştatlarında Trump administrasiyası hakimiyyətə gəldikdən sonra Nikolun xaricdəki mövqeyi daha da zəiflədi. Səbəb isə sadədir. Vaşinqton üçün İrəvanın problemləri Mozambikin problemlərindən çox da fərqlənmir. Bu amilləri nəzərə alan Paşinyan növbəti dəfə Moskvaya siqnallar verib ki, əvvəllər korlanmış münasibətləri bərpa eləmək istəyir. Moskvanınsa buna müsbət cavab verməkdən, bu vasitə ilə Ermənistana qulaq burması verməkdən başqa çarəsi yoxdur. Elə 20-21 may tarixlərində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun bir neçə illik fasilədən sonra İrəvana səfəri də bunu deməyə əsas verir. Qeyd eləmək yerinə düşər ki, həm Putinin, həm də Paşinyanın ətrafı bir-birinə qarşı şübhə və yadlaşma amilinin olduğu faktını gizlətmir. Bununla belə, digər tərəfdən tərəflər bugün mövcud olan soyuq münasibətləri biraz da zəiflətməyə imkan verəcək münasibətlərin heç olmasa səviyyəsini bərpa eləmək üçün yenidən cəhd eləmək qərarına gəliblər. Görüşlər və birgə mətbuat konfransı zamanı verilən açıqlamalardan aydın olur ki, tərəflər bir-birlərinə qarşı incilikləri keçmişdə buraxmağa çalışmalı olduqları tezisləri səthi şəkildə, könülsüz formada səsləndirirlər. Amma aydındır ki, Ermənistanın Rusiyaya, Moskvanın da İrəvana qarşı inamsızlıq mühiti aradan qalxmayacaq. Eyni zamanda Lavrovla Paşinyanın bağlı qapılar arxasında hansı danışıqlar apardığını, Kremlin hansı təlimatlarını gətirdiyini bilmək olmur. Bu, bir müddət sonra baş verən hadisələrdən sonra aydınlaşacaq. Moskva və İrəvanın münasibətləri yaxşılaşdırmaq üçün atdıqları bu addımı ortaq maraq strategiyası baxımından dəyərləndirmək hələ tezdir. Hər iki tərəf bunu bilir, eyni zamanda vəziyyət də bunu diktə eləyir. Paşinyan əslində bu addımı ilə Avropa İttifaqına təzyiq göstərməyə çalışır. Moskvaya isə regionda Azərbaycandan daha yaxşı müttəfiq ola biləcəyinə işarə eləyir. Bu məsələdə də keçmiş redaktorun gözləntiləri yanlışdır. Birincisi, Azərbaycan bugün regionda müstəqil siyasət yürüdən tək-tük dövlətlərdən biridir. İkincisi, Azala məxsus təyyarənin qəzasından da aydın göründü ki, Bakı Moskvaya qarşı sərt addımlar ata bilər və istəyinə nail olmaq üçün bütün rıçaqları işə sala bilər. Ermənistandan fərqli olaraqsa, Kremlin Azərbaycanda təsir rıçaqları yoxdur. Ən azı qeyd eləyək ki, Rusiya ilə münasibətlərin pozulması İrəvanın Avrasiya İqtisadi İttifaqı ilə vidalaşması, qısacası iqtisadiyyatının çöküşü deməkdir. Buna görə də Paşinyan nəyisə eləməyə çalışanda ən azı iqtisadi analizləri düzgün aparmalıdır. Lavrovunsa İrəvanda səsləndirdiyi mesajların sərtliyini onun açıqlamalarından da anlamaq olar. Birincisi, silah ticarəti ilə bağlı Rusiyalı diplomat qeyd eləyib ki, Ermənistan müstəqil dövlətdir və istədiyi yerdən silah ala bilər. Əslində isə bu o mənaya gəlir ki, İrəvanın Hindistan və Fransa ilə silah ticarətini kifayət qədər genişləndirməsi Şimalın xoşuna gəlmir. Çünki Rusiyalı nazir silah tədarükü ilə bağlı çıxışında Avropaya qarşı müharibə apardığına da eyham vurub. Bu isə mənim müharibə apardığım ölkə ilə silah alver eləyən dövlət mənim strateji müttəfiqim ola bilərmi? Sualını yenidən gündəmə gətirmək üçün erməni siyasi elitasına ismarış sayıla bilər. Eyni zamanda mətbuat konfransı zamanı Ararat Mirzoyanın biabırçı açıqlamaları, xüsusən də Avropa İttifaqına üzvlüyü ilə bağlı Ermənistanın ərizə ilə müraciət etmədiyini bildirməsi vətəndaş müqaviləsinin ikiüzlü siyasətini bir daha sübuta yetirir. Gecə-gündüz iclas və toplantılarda parlamentdə Avropa İttifaqına üzvlükdən danışan, bunun dividendləri və faydalarından bəhs eləyən, təhlükəsizliyi qərbə etibar etməyin vacibliyi fikrini müdafiə edən Paşinyan hökumətinin diplomatının dilindən bu tip açıqlamalar qeyri-ciddilikdən xəbər verir. Avropa İttifaqına üzvlüyə namizədlik məsələsində erməni hökumətinin dəridən qabıqdan çıxdığı, parlamentdə bu məsələ ilə bağlı qanunun qəbul edildiyi rəsmi olaraq yayımlanıb. Lavrov kimi nüfuzlu və peşəkar diplomatı belə bəsit, məktəb uşağı səviyyəsində səslənən yalanla yola vermək fikrinə düşmək Mirzoyanın diplomatiyadan xəbərsiz olduğunu göstərir. Bu ilk dəfə deyil ki, Ermənistan hökumətinin nümayəndələri ziddiyyətli bəyanatlar verirlər. Bu, şəraitdən və onların hansı ölkənin paytaxtı və ya nümayəndə heyəti ilə danışmasından asılıdır.